know there is a Hatha that it's the symbol of our country and the Naxçıvana gələn Alman turisti ingilis dilində məlumatlandıran 12 yaşlı Nübar Tağıyevadır. because today stories that our parents Videoda məktəbli qız turistə Naxçıvanın rəmzi sayılan İlandağ haqqında, Naxçıvanlıların dili ilə desək Haçadağ haqqında geniş bilgi verir. Nübar deyir ki, Alman turisti məlumatlandırması gələn qonağın da marağına səbəb olub. Almaniyadan bizim kəndimizə qonaq gəlmişdi və Hatadağ onu çox maraqlı gəldiyinə görə mən də ona onun haqqında məlumat verdim. Niyə simvolumuz sayılır? Ona görə o Naxçıvanın və ya Azərbaycanın ən böyük dağlarından biri sayılır. Nübar ingilis dilini Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən beynəlxalq məktəbdə öyrənir və gələcək üçün böyük məqsədləri var. Rus sektorunda ingiliscə öyrənirdim və onu çox marağım var idi. Amma indi isə ingilis dilində oxuyuram, çünki maraqlı gəlir. Və ingilis dili dünya dili sayılır. Böyüyəndə iki məqsədim vardı. Ya dizayner ola bilərəm, ya da diplomat. Nübarın kiçik bacısı Xumar da ingilis dilini yaxşı şəkildə öyrənib. Ən böyük dəstəkçiləri isə anaları Səhnə Tağıyevadır. Naxçıvanımızın gözəl təbiətini, cuşələrini, abidələrini çəkərək paylaşıram və övladlarımı da bu yöndə yetişdirirəm. Bir neçə gün öncə kəndimizə Almaniyadan turist gəlmişdir və mən də böyük qızım Nübarla onun dialoqunu çəkərək lentə almışdım və paylaşmışdım. Bu da ölkədə çox yaxşı qarşılandı. Qeyd edək ki, Nübarın ingilis dilində sərbəst danışması, turistə böyük həvəslə cavab verməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb. Şəbnəm Qurbansoy, Xəzər xəbər. But do you know why it is a symbol? Because it's the bigger.